Salam, mən Ağabəyli Saməddin. Baxırıq sertifikasiya ibtidai 2025 sualının həllinə. Bu tipli sualların həllini və izahını görmək istəyirsiniz, səhifəmizə abunə olun və videonu bəyənin. Bizə belə bir tənlik verilir və bunun kökünün 2 mislini bizdən soruşur. Əvvəlcə tənliyi aşağı yazaq. 227 çıxılsın x bölünsün 3 bərabərdir 27. Bəziləri səhvən götürüb 27-ni 3-ə vururlar. Qətiyyən belə etmək olmaz. Çünki biz burada x bölü 3-ü daha qüvvətli bir əməliyyat olduğuna görə saxlayırıq axıra. Birinci çıxma olan əməliyyatı zəifi məhv edirik. Yəni 227-dən nəyi çıxsam 27 edər. 227-dən 200-ü çıxsam 27 edər. Deməli bizim bu x bölünsün 3 ifadəmiz nəyə bərabər imiş? 200-ə bərabər imiş. Bəs nəyi 3-ə bölsəm 200 eləyər? X bərabərdir 200-ü 3-ə vururam, edir 600. Bizdən də x-in 2 mislini istəyir. 600-ün 2 misli, misil vurma deməkdir, 1200 edir. Cavabımız oldu D variantına bərabər.